TANAP layihəsi təbii qazın Şahdəniz, eyni zamanda Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir. Biz indi bu məsələni iqtisadçı Kamran Hacıyevlə müzakirə edəcəyik. Salam Kamran müəllim, xoş gördük sizi. Salam, xoş gördük. Hər vaxtınız xeyir. Kamran müəllim, TANAP layihəsinin istifadəyə verilməsindən sonra Azərbaycanın Avropa üçün əhəmiyyəti nə qədər artdı? Bəli, qeyd elədiyiniz kimi bu il mühüm hadisələrdən biri TANAP belə deyək də qaz dəhlizinin hissəsinin açılışı ildönümüdür və mən deyərdim ki, ümumiyyətlə bu belə deyək də qaz dəhlizinin TANAP-ın son belə deyək də Azərbaycan tarixində son 30 ildə ən mühüm hadisələrdən biridir və Azərbaycana həm iqtisadi baxımdan, həm siyasi baxımdan bir çox müsbət təsirləri olmuşdur və davam etməkdədir. Ən əsası mən onu qeyd eləyərdim ki, ümumiyyətlə burada Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyində bir növ strateji tərəfdaş olmağına çevirməkdədir. Yəni burada Azərbaycan öz mövqeyini qorumaqla belə deyək də qaz ixracının tədarükünü aparır və ümumi olaraq həmin bu 8 il ərzində 100 milyard kubometrə yaxın artıq qaz tədarük olunmuşdur. Birinci növbədə bizim belə deyək də ölkəyə daxil olan valyutanın, yəni qazın və təbii ehtiyatların, təbii sərvətlərimizin tədarükü zamanı daxil olan valyuta, bu da öz növbəsində iqtisadiyyatın güclənməsinə gətirib çıxarmışdır. İqtisadiyyatın belə deyək də bizim neft və qazdan gələn olan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsində də həmçinin böyük bir əhəmiyyət kəsb etmişdir. Bildiyiniz kimi biz artıq Avropanın 12 ölkəsinə qaz ixrac edirik və bu ilin əvvəlində də əlavə 2 ölkə birləşmişdir. Bu da öz növbəsində Azərbaycanın mövqeyini gücləndirməkdədir. Azərbaycanın belə deyək də Avropanın enerji təhlükəsizliyində birbaşa strateji tərəfdar olaraq, yəni hal-hazırda bildiyimiz kimi Avropa ölkələri enerjinin, ümumiyyətlə belə deyək də enerjinin və istər qaz, istər neft məhsullarının alınmasında diversifikasiya siyasətinə üstünlük verirlər. Yəni ki, bir mənbədən, bir ölkədən asılı olmaması üçün belə deyək də burada artıq Azərbaycan çox strateji bir tərəfdaşa çevrilməkdədir. Ümumiyyətlə günümüzdə regionda qeyri-sabitliyi həm iqtisadi, həm siyasi baxımdan nəzərə alsaq, Azərbaycanın yəni sabit bir tərəfdaş kimi qaz ixracının belə deyək də tədarük etməsi burada çox belə deyək də iqtisadi baxımdan üstünlüklər ortaya çıxartmaqdadır. Onunla yanaşı bildiyimiz kimi TANAP ən çox Türkiyənin ərazisindən keçir, demək olar ki 90%-dən çoxu və burada da Azərbaycan və Türkiyə strateji tərəfdaşlığına da həm iqtisadi, həm siyasi baxımdan çox müsbət təsir göstərir. Ümumiyyətlə devrimizdə risklərə nəzər salsaq, yəni ölkəmiz tərəfindən satış riskləri də TANAP vasitəsilə idarə olunur. Yəni bizim satış kanallarımız bir mənbədən deyil, yəni fərqli mənbələrdən asılıdır və onlardan da ən böyük hissəsi TANAP Cənub qaz dəhlizinin ən böyük hissələrindən biri olaraq TANAP layihəsi yer almaqdadır. Yəni günümüzdə bu artım irəliləyir. Yəni burada qaz belə deyək də tədarükünə qoşulan ölkələr artmaqdadır və biz ümid edirik ki, bu artım olacaqdır və regionda burada həm sabitlik baxımından, həm iqtisadi, həm siyasi baxımından Azərbaycanın mövqeyini yalnız gücləndirməkdədir. Ümumi bu formada qeyd edə bilərəm ki, məsələn, əsasən belə deyək də müasir iqtisadiyyatın ən güclü tərəflərindən olan logistikadır və logistika güclü olan dövlətlər yəni artıq çox əlverişli bir mövqedə çıxış edirlər və ölkəmiz də
bu mövqedən yəni çox strateji yer almaqdadır. Həm orta dəhlizin hissəsi olaraq, həm Cənub qaz dəhlizi də, yəni bu yolun orta dəhlizinin bir hissəsi olaraq ölkəmizə kifayət qədər töhfə qatmaqdadır. Aydındır. Bir məsələni də soruşmaq istəyərdim. Ümumiyyətlə bu layihənin ötürülmə gücünün artırılması gündəmdədirmi gələcək üçün? Ümumiyyətlə, bəli, əlbəttə ötürülmə gücü baxılır. Yəni, biz bildiyimiz kimi statistikaya baxsaq, biz nəzərə alarıq ki, yəni son dövrlərdə, belə deyək də, Avropa ölkə, əsasən yəni bizim hədəfimiz yəni Avropaya qazın ixrac olunmasına bağlı olduğuna görə, yəni burada ötürücülük qabiliyyətinin artırılması yer ala bilər. Lakin belə deyək də, burada əsasən biz belə deyək, TANAP və onun davamı olan TAP hissəsində də fikir verə bilərik və oradan da Avropa ölkələrinə, İtaliya və daha sonra Avropa ölkələrinə belə deyək də, qazın təhsilatının artırılması yer ala bilər. Hal-hazırda bildiyim qədərilə gündəmdə belə bir mövzu yoxdur, lakin bunun artırılması, yəni proqnoz baxımından ola bilər. Ona görə ki, nə qədər çox ki, ölkələr ölkəmizin belə deyək də, qazından istifadə edəcəklərsə, məsələn, ixrac çoxalarsa, elə olan zaman düşünürəm ki, ötürücülük qabiliyyətinin artırılması nəzərə alına bilər. Kamran müəllim, belə deyək ki, TANAP kəməri ilə indiyə qədər 99 milyard kubmetrə qədər qaz nəqli olunubdur. Ümumiyyətlə soruşmaq istəyərdim ki, bu layihə 2018-ci ildə yarandığı gündən indiyə qədər başqa hansı belə deyək ki, dəyişikliklər baş verib, yəni hansı işlər həyata keçirilib? Ümumiyyətlə, əsasən biz nəzərə salsaq ki, məsələn, qaz ixracından bağlı, yəni bu istiqamətdə bu layihənin, belə deyək də, binövrəsi daha öncədən qoyulub, lakin 2018-ci ildən rəsmən açılışı olubdur və belə deyək də, biz bu belə deyək də, yolun Cənub qaz dəhlizinin fəaliyyət göstərdiyi zaman, yəni ixrac olunan ölkələr, qazın ixrac olunduğu ölkələrin sayı artmaqda olubdur. Yəni əsas görülən işlər, yəni burada strateji tərəfdaşlıq, həm belə deyək də, Gürcüstanla olan tərəfdaşlıq, qonşu ölkələrimizlə, daha sonra Türkiyə ilə qurulan tərəfdaşlıq və ümumi olaraq, yəni burada ötürücülüyün belə deyək də, qismində alınan hər hansı bir rüsumlar və s. bunlar istiqamətində kifayət qədər böyük işlər görülübdür və günümüzdə onun da nəticəsidir ki, artıq qeyd olunduğu, yəni 99 milyard kubometrə qədər istehlak belə deyək də, artırılmışdır. Və düşünürəm ki, perspektivdə bu istiqamətdə regionda müşahidə olunan, belə deyək də, geosiyasi, geoiqtisadi məsələlər ona təkan verə bilər ki, yəni Azərbaycan qazının daha çox ölkələrə, daha çox Avropa ölkələrinə ixrac olunması təmin olunsun. Biz nəzərə salsaq ki, şimalda olan qeyri-stabillik, cənubda olan qeyri-stabillik, yəni burada Azərbaycanın strateji bir tərəfdaş olaraq rolunu möhkəmləndirməkdədir və istiqamət də iqtisadi yönündən də bu səpkidədir və məqsəd ondan ibarətdir ki, həm belə deyək də, tərəfdaşlıqların möhkəmləndirilməsi, əlavə layihələrin, əlbəttə ki, burada biz iqtisadiyyatdan danışırıq, yəni burada qiymətlər rol oynamaqdadır. Belə deyək də, təkcə infrastrukturun, yəni dəhlizin belə deyək də, bir hissəsi TANAP-dır, böyük hissəsi. Yəni bunun olmağı kifayət etmir. Bunun arxasında olan yetəri qədər belə deyək də, görüşlər, yetəri qədər razılaşmalar, yəni burada artıq bir xarici siyasət, xarici iqtisadi bir münasibətlər formalaşmaqdadır ki, bu da nəticə etibarilə Azərbaycanın bugünkü gündə stabil bir enerji tərəfdaşı kimi, yəni burada söhbət təkcə qaz, neft sektorundan getmir, hətta
yaşıl enerjinin də belə deyək də artırılmasıyla bağlı, ixrac olunmasıyla bağlı ölkəmizi stabil bir tərəfdaş edir və əsas üstünlüklərdən də biri ondan ibarətdir ki, TANAP kimi belə deyək də dəhlizin, Cənub dəhlizinin, ümumiyyətlə TANAP-ın olmağı ölkəmizə olan investorların marağını artırmaqdadır və yəni yenə təkrarçılıq kimi olmasın, yəni ölkənin stabil olmağı həm iqtisadi, həm siyasi baxımından bir zəmin yaradır ki, münasibətlər inkişaf eləsin və daha çox ölkələr bizim belə deyək də sərvətimiz olan qazdan istifadə etsinlər. Aydındır. Çox sağ olun. Təşəkkür edirəm sizə yayımımıza qatıldığınız üçün. Minnətdaram bir daha. Xatırladaq ki, bizimlə birbaşa bağlantıda iqtisadçı Kamran Hacıyev idi və biz TANAP layihəsini müzakirə etdik.